Həqiqətən də at gözəl heyvandır. Və sən sonra nə etdin? Dostunu satdın dayı, hə? Satmadım, bunu bağışladım ya. Çünki ayol, mən kəsim işinə girdim, heç ara gedə bilmirəm. 1 il onu evdə saxladım. Gördüm ki, heyvan bilmir nə eləsin, yerə göyə sığışmıyor. Çünki o canında enerjini arasa çıxarmalıdır. Axırda o kənddən gəldilər ki, əblə-əblə, dedi, sat alaq, dedim, qaqa, satmayam. Bunu elə belə veriyəm sağa, aparınca kişi kimi saxla. Dedi, mənim gözüm üstə, baş üstə. Heç nə apardı, sonra da sonu yaxşı olmadı. Heç deyib, cəmaatın keyfini pozmağına deyməsən. Yəni, mağa verdi, o sözü tutmadı adam. Mən onu işlədi. Gündə 1 kilo arpa norması idi. Günə 1 kilo arpa. Bir presdə ona ot açıydım. Elə baxmışam mən ota. Ayağı nalsız olmayıbdı heç vaxt. Köhnə nalı söktürüydüm. Dedi, hələ gedəcəkdir. Dedim, ay qardaş, pulunu mən verməyəm mi? Sök, təzəsini vur. O mənim qardaşımdır. Qoy ayağında ayaqqabı həmişə təzə olsun. Balacalığından səndə olub da? Hə, balaca qulan idi mən onu alanda. 1 yaşlı qulan idi. Bu boyda.